Salam dəyərli şagirdlər. Mən bu gün sizlərə Turan Tədris Mərkəzinin 15 fevral tarixində keçirdiyi buraxılış 4 sınaq imtahanının 8-9-cu siniflər üzrə ingilis dili suallarının cavabları ilə tanış edəcəm. İlk öncə başlayırıq dinləmədə. Birinci sualımızda Charlie Chaplin'in anasının nə üçün xəstə olduğu soruşur və dinləmənin tərkibində görürük ki, onun anasının çox ağır həyatı olmuşdu. Doğru cavabımız C variantı. İkinci sualımızda What is a passage mainly about? Mətn nə haqqındadır? Sualıdır. A variantında The King of Silent Movies, deməli, səssiz filmlərin kralı. Elə doğru cavabımız A variantıdır. Üçüncü sualda soruşur ki, which information is not given in the passage? Hansı məlumat verilməyibdir mətndə? Biz dinləmədə hansı məlumat verilməyib? Belə biz baxanda, dinləyəndə görürük ki, Charlie Chaplin Oscar mükafatı alması barədə məlumat yox idi. Dördüncü sualın birinci cavabında doğru cavab olacaq A variantı. Dördüncü sualın ikinci sualında isə doğru cavabımız olacaq B. Dördüncü sualın üçüncüsündə doğru cavabımız olacaq yenə B variantı. Çünki Charlie Chaplin'in valideynləri zəngin deyildi, kasıb idilər. Dördüncü sualın dördüncüsündə isə doğru cavabımız olacaq A variantı. Beşinci sualımız qısa mətindir. What is the purpose of the letter? Deməli, məktubun məqsədi nədir? Dear Asif, hörmətli Asif, we are all happy to hear that you have already found a good job. Sənin yaxşı bir iş tapdığınızı eşitməyimizə hamımız şadıq. We want to know more about your new job and hope to see you soon. Yeni işin haqqında daha çox bilmək istəyirik və tezliklə görüşməyi ümid edirik. Love you friend Tunar. Sevgi ilə dostun Tunar. A variantında deyir ki, to offer Tunar a good job. Tunara yaxşı iş təklifi etmək. To send a friend an invitation card. Dostuna dəvətnamə göndərmək. To congratulate Asif on a new job. Asifi yeni iş münasibəti ilə təbrik etmək. Deməli, beşinci sualımızın cavabı olacaq C variantı. 6-cı mətnimizdə What is the purpose of the following statement? Aşağıdakı reklamın məqsədi nədir? A local company is looking for a person to take the position of a sales manager. Yerli bir şirkət satış meneceri vəzifəsinə namizəd axtarır. Suitable candidates should be university graduates. Uyğun namizədlər universitet məzunları olmalıdır. If you have fluent Spanish, broad experience in oil industry, possibility to travel to different countries, we welcome your application. Əgər sən səlis İspan dilini bilirsənsə, neft sənayesində geniş təcrübəniz və müxtəlif ölkələrə səyahət etmək kimi imkanınız varsa, müraciətinizi məmnuniyyətlə qarşılayarıq. For more information, call 498-029258. Deməli, əlavə məlumat üçün aşağıdakı nömrəyə əlaqə saxlaya bilərsiniz. Baxaq, A variantında deyilir to fire a sales manager, satış menecerini işdən çıxartmaq. To ask for further information, əlavə məlumat istəmək. To apply for the vacant position, boş vəzifəyə müraciət etmək. Xeyr, boş vəzifəyə müraciət etmirdi. D variantında isə deyilir to announce a vacancy, vakansiya elan etmək. Bəli, bizim burada doğru cavabımız D variantı olacaq. 7-ci sualda What is the purpose of the letter? Məktubun məqsədini soruşur. Dear Səhər, hörmətli Səhər, I'm thankful for you for the lovely birthday card. Gözəl ad günü təbriki kartına görə sənə minnətdaram. It arrived just on my birthday and made me feel happy. Ad günümdə gəldi və özümü xoşbəxt hiss etməyimə səbəb oldu. Lots of love, Rüqayyə. Çoxlu sevgilərlə, Rüqayyə. A variantında to ask friend to buy a gift. Dostundan hədiyyə almasını xahiş etmək. To thank a friend. Dostuna təşəkkür etmək. Bəli, elə bizim 7-ci sualımızın cavabı olacaq B variantı. Keçək növbəti mətnimizə. Read the passage and answer the questions 8-12. Mətni oxuyun və 8-dən 12-yə qədər olan sualları cavablandırın. Cotton has been grown for over 5,000 years in places as China, Egypt and India. Pambıq 5000 ildən çoxdur ki, Çin, Misir və Hindistan kimi yerlərdə yetişdirilir. It was first planted in America in 1607. İlk dəfə Amerikada 1607-ci ildə əkilib. Before 1800, cotton was more expensive than silk because many workers were needed to pick it.
1800-ci ildən əvvəl pambıq ipəkdən daha bahalı idi, çünki onu yığmaq üçün çoxlu işçi tələb olunurdu. However, a huge increase in the number of slaves resulted in much greater cotton production and a fall in the price. Lakin kölələrin sayının kəskin artması pambıq istehsalının daha çox olmasına və qiymətin düşməsinə səbəb oldu. This and the new technology of the Industrial Revolution made cotton the cheapest fabric in history. Bu və sənaye inqilabının yeni texnologiyası pambığı tarixin ən ucuz parçasına çevirdi. In the 19th century, cotton was making more money for the USA than tobacco or sugar. 19-cu əsrdə pambıq ABŞ üçün tütün və ya şəkərdən daha çox gəlir gətirirdi. 8-ci sualda mətnin nə haqqında olduğunu soruşur bizdən. Silk production in India. Hindistanda ipək istehsalı. Xeyr, bu yanlış cavabdır. The slaves who once lived in China. Vaxtilə Çində yaşayan qullar haqqında. Xeyr, deyildi. Pambıq haqqındaydı mətnimiz. C variantında deyilir. Misirdə the new technology in Egypt. Misirdə yeni texnologiya. D variantında isə deyilir. An important plant grown in America. Bəli, bizim elə doğru cavabımız D variantı olacaq. Deməli, Amerikada yetişdirilən vacib bir bitki haqqında. 9-cu sualda which information is true according to the passage? Mətnə görə hansı məlumat doğrudur? A variantına baxırıq. Cotton has always been expensive in the world. Pambıq dünyada həmişə baha olub. Xeyr, qulların artması ilə pambığın qiymətinin aşağı düşməsi kimi bir hal olmuşdu tarixdə. The history of cotton is not so ancient. Pambığın tarixi o qədər də qədim deyil, səhvdir. Cotton was first planted in India 1607. Pambıq ilk dəfə 1607-ci ildə Hindistanda əkilib. Bu səhv variantdır, çünki ilk dəfə Amerikada yetişdirilib 1607-ci ildə. D variantında isə China was the only country where cotton was grown. Çin pambığın yetişdirildiyi yeganə ölkə idi. Bu da yanlış məlumatdır. A, B, C, D səhvdir. Baxırıq Y variantına. In the 19th century, tobacco and sugar were making less money for the USA. 19-cu əsrdə tütün və şəkər daha az pul gətirirdi. Bəli, pambıq onlardan daha çox pul gətirirdi, gəlir gətirirdi. Sonuncu cümləmizdə var idi. 19-cu əsrdə pambıq ABŞ üçün tütün və ya şəkərdən daha çox gəlir gətirirdi. Elə doğru variantımız olacaq E variantı. 10-cu suala baxırıq. Choose a correct answer to the question according to the passage. Mətnə əsasən doğru variantı istəyir bizdən. Sualın doğru cavabını istəyir. Why was cotton more expensive than silk? Nə üçün pambıq deməli ipəkdən daha baha idi? Baxaq görək. Because it needed a lot of people to pick it. Çünki onu yığmaq üçün çoxlu insan lazım idi. Bəli, elə bizim doğru variantımız A variantı olacaq. B variantında deyilir because it needed only a few people to grow it. Çünki onu yetişdirmək üçün yalnız bir neçə nəfər lazım idi. C variantında deyilir because it was never grown in America. Çünki Amerikada heç vaxt yetişdirilməyib. D variantında because it was hardly planted in India. Çünki Hindistanda çətinliklə əkilmişdi. Because it was easy to pick it. Onu əkmək, onu yığmaq daha asan idi. Təbii ki, səhvdir. Doğru cavabımız A variantı olacaq. 11-ci suala baxırıq. Complete the sentence according to the passage. Mətnə əsasən deməli cümləni tamamlayın. After much greater cotton production, pambıq istehsalı daha çox olduqdan sonra A variantında it became very expensive, daha çox bahalaşdı. Xeyr, bahalaşmamışdı, ucuzlaşmışdı. Nobody could get it, heç kim ala bilmədi. Bəli, bu da səhv variantı olacaq. The price of it dropped. Qiyməti düşdü. Bəli, deməli, istehsalı artandan sonra qiyməti düşmüşdü. 12-ci sualımızda choose a false statement according to the passage. Mətnə əsasən səhv fikri seçəsirik biz buradan. Deməli, A1-də deyilir ki, cotton is also planted in India. Pambıq həmçinin Hindistanda da əkilir. Bəli, doğru idi bu cavabımız. 2-də baxırıq. Sugar was planted in America as well. Deməli, şəkər də həmçinin Amerikada əkilir. Bəli, biz mətnin sonuncu cümləsində gördük ki, şəkər də, tütün də orada əkilirdi.
Üçüncü cümləmizdə isə cotton has been grown for 5 years in China. Çində pambıq 5 ildir ki, yetişdirilir. Bu mətnə görə yanlış cavabdır. Bizə də elə yanlış lazım olduğuna görə 3 doğrudur. Modern technology made cotton expensive fabric in history. Deməli, deyir ki, müasir texnologiya pambığı daha bahalı parça halına gətirdi tarixdə. Bahalı yox, ucuz olmuşdu müasir texnologiyaya görə. Ona görə də 4 də mətnə əsasən yanlışdır. Bizə də yanlış lazım olduğuna görə bu sualın cavabı, doğru cavabı 3-dən 4 olacaq. 13-cü sualımıza baxırıq. Choose a correct tense form. Düzgün zaman formasını seç. While görürük biz burada. While Matilda in the street, she noticed that somebody was following her. While'ı gördüyümüz zaman doğru cavab olaraq biz burada seçəsik. Was walking. Bir tərəfimiz keçmiş davam edici zaman, digər tərəfimizdə keçmiş zamanlar olduğuna görə, ona görə keçmiş zaman. Burada biz keçmiş sadə zamanın zərfini görürük. A few days ago, bir neçə gün əvvəl. Ona görə də bizə keçmiş zamanın sual formasını dildən düzəltdiyimizə görə doğru cavabımız olacaq E variantı. 15-ci sualımız artikla bağlı sualdır. My little son is eager to play with his little toys. Biz bilirik ki, təyin edicilərdən sonra olan boşluqda artikl olmayacaq. Doğru variantımız E variantı. Make up a sentence cümlə qurmaqdır. Baxırıq cümləmizin mübtədası Fred. Keçmiş zamandadır cümləmiz. Didn't do all his tasks by himself. Fred didn't do 3, 2, 5, 4, 1. Doğru cavabımız D variantı. Deməli 17-ci sualda how many variants are correct? Neçə variant doğrudur? Bura baxanda görürük ki, bir də doğrudur, match özündən sonra müqayisə gətirir. 2 də doğrudur, little beta bate də doğrudur, much bate doğrudur, much more bate, beta bate. Hər biri doğrudur. Doğru variantımız bizim burada olacaq A variantı. 18-ci sualda Jack likes football. Cümləmiz deməli təsdiqdədir. Təsdiqdə olanda biz inkar olan variantları çıxırıq. Doğru cavabımız qalır bir dənə D variantı. 19-cu sualda indiki bitmiş zamanın zərfini görürük və bu zaman biz birinci tərəfimiz olacaq have improved, digər tərəfimiz də olacaq joined. Doğru cavabımız A variantı. 20-ci suala baxırıq. George made his son. Deməli, made burada birinci qrup feildir. Kompleks obyektiv bu, mürəkkəb tamamlıq. Ona görə bizə lazımdır heç nəsiz feil, tuzsuz və ing-siz. 21-ci sualımıza baxırıq. I help you because I am very busy now. Mən sənə kömək edə bilmərəm, çünki indi məşğulam. Doğru cavab B variantı olacaq. 22-ci sualımızda sayıla bilməyən isim istəyir bizdən. Baxanda görürük ki, actress sayıla bilir. Deməli, B variantında Quz, C variantı heç birisi sayıla bilməyən isimdir. Doğru variantdır. Cloud var, idea var, salesman var. Deməli, doğru cavabımız C variantı. 23-cü suala baxırıq. Deməli, üstünlük dərəcəsinin göstəricisini görürük. Have evə. Doğru cavabımız article üstəgəl, Z üstəgəl, sifətin üstünlük dərəcəsi, Z smartest. 24-cü sualda soruşur ki, which word doesn't go with the others? Bu sözlərdən birisi fərqlidir, yəni. Plane-dir, a car-dır, a train-dir, a ship-dir, hamısı nəqliyyat vasitələri, a trip-sə səyahətdir. Doğru cavabımız 23-də D-dir, 24-də isə B variantıdır. 25-ci sualımız mübtəda ilə xəbərin uzlaşmasıdır. Tom's new glasses, very expensive. Mübtədamız cəmdə olduğuna görə bizə lazımdır cəm xəbər. Doğru cavabımız bizim burada olacaq A-la were. 26-cı sualımız isə essedir. 35 sözdən ibarət esse yazacaqsınız. Uğurlar dəyərli şagirdlər.